Yəni cinsi əlaqə zamanı sərtlik birdən itir. Amma çox təəssüf ki, bu öz başına düzəlmir. Əgər sinir psixoloji sferada gərginlik varsa, mən bugün sizə pasientlərimdə ən çox rast gəldiyim 3 problem haqqında danışmaq istəyirəm. Bunlardan biri tez boşalma, digəri sərtliyin itməsi, üçüncü isə cinsi həvəsin olmamasıdır ki, hansı ki, son zamanlar müraciət edən pasientlər bu 3 məsələni önə çıxardırlar və onun müalicəsini almaq istəyirlər. Nəzərinizə çatdırım ki, bu problemlərin kökündə birinci növbədə sinir psixoloji gərginlik, pensiya gələn qan axınının zəifləməsi və bir də hormonal pozğunluq bunların yaranmasında əsas rol oynayır. Tez boşalma məsələsi belədir ki, bəzən pasientlərin bəzilərində sinir psixoloji gərginliyin fonunda eyni zamanda penisin ön divarının, yəni penisin dərisinin həssaslığının həddən artıq yüksək olması, yəni hiperhəssaslıq da tez boşalmaya gətirib çıxara bilir. Digər tərəfdən ereksiyanın əlaqə vaxtı itməsi, bu penisiya gələn qan axınının kifayət qədər olmaması və yaxud da ki, həmin şəxsin keçirdiyi xroniki xəstəliklər, məsələn, xroniki prostatit də gətirib sərtliyin ani itməsinə gətirib çıxara bilər. Yəni, cinsi əlaqə zamanı, seks zamanı sərtlik birdən itir. Bunu çox vaxt pasientlər başa düşmürlər nə ilə əlaqədardır. Bunun kökünü araşdırdıqda biz burada ilk növbədə penisiya gələn qan axınının kifayət qədər olmaması və vaxtı ilə keçirilən cinsi infeksiyalar və onların törətdiyi fəsadlar ilk növbədə xroniki prostatit, sonda sərtliyin anidən itməsi ilə nəticələnə bilir. Digər tərəfdən cinsi həvəsin, libidonun kifayət qədər olmaması da seksdə normal harmoniyanı poza bilər. Bunun qarşısını almaq üçün ilk növbədə səbəbi araşdırmaq lazımdır ki, bu şəxsin keçirdiyi həyat tərzi, onun qəbul elədiyi qida və yaxud da ki, dərman vasitələri də cinsi həvəsin, seksin sönməsinə gətirib çıxara bilər. Əgər insan gün ərzində normal istirahət edə bilmirsə, 7-8 saatlıq yuxunu ala bilmirsə, kifayət qədər normal qidalana bilmirsə, onda cinsi həvəs sönə bilər. Eyni zamanda onu qeyd etmək lazımdır ki, partnyorla olan münasibət, sinir psixoloji gərginlik cinsi həvəsin əmələ gəlməsində çox mühüm amillərdən biridir. Libido cinsi həvəs deməkdir və libidonun olmaması, bəli, bu xəstəlik hesab oluna bilər. Əgər gənc, cavan yaşlarda, orta yaşlı insanlarda libido birdən-birə sönürsə, burada artıq səbəbi tapmaq lazımdır. Bunun üçün də mütləq həkimə müraciət edib araşdırmaq lazımdır ki, normal insanda necə oldu ki, birdən-birə cinsi həvəs, libido söndü və həmin adamın seksə marağı azaldı. Ümumiyyətlə, seksə marağın azalmasında bayaq sadaladığım problemlər və eyni zamanda həmin şəxsin keçirdiyi həyat tərzi, onun yuxusu, qidalanması və eyni zamanda partnyorla olan münasibət də sonda cinsi həvəsin sönməsinə gətirib çıxara bilər. O halda ki, o insanlarda normal həyat şəraiti yoxdur və onlarda ağır iş şəraiti və eyni zamanda gecə yuxusunun kifayət qədər olmaması və partnyorla olan münasibətdə olan gərginlik də sonunda cinsi həvəsin tamamilə sönməsinə gətirib çıxara bilər. Məhz bu kimi hallar müşahidə edildikdə diqqətli olmaq lazımdır və bunun səbəbini araşdırıb həll etmək lazımdır. Nəinki insanlar buna biraz barmaq arası baxırlar, fikirləşirlər ki, öz başına bu düzəlir. Amma çox təəssüf ki, bu öz başına düzəlmir. Əgər problem hormonal pozğunluqdursa, bunun qarşısını almaq üçün testosteronu normaya salmaq üçün müəyyən tədbirlərdən, müəyyən dərman preparatlarından, eyni zamanda qidalanma, fiziki hərəkətlərə üstünlük vermək lazımdır ki, testosteron normaya gəlsin. Əgər sinir psixoloji sferada gərginlik varsa, bunu normaya salmaq lazımdır. Əgər partnyorla anlaşılmazlıq varsa, əgər partnyorla münasibəti normallaşdırmaq lazımdır ki, sonda normal, harmonik cinsi əlaqə, seks baş tutsun.